Salam uşaqlar, bugünkü test izahımız 8-ci sinif iş dəftərindən ümumiləşdirici tapşırıqlar. Sual 1-dən başlayaq. Bir ucuna əqrəb bərkidilmiş, sərbəst fırlana bilən rolik üzərinə polad çubuq qoyulur. Temperatur dəyişdikdə əqrəb fırlanır. Bu texnologiya metal termometrlərdə tətbiq olunur. Metal termometrlərin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? Deməli deyirik ki, metal termometrlərin iş prinsipi metalların istidən genişlənməsinə əsaslanır. Belə ki, buradakı metal, bax bu üzərindəki metal çubuq istidən genişlənir. Genişlənən zaman altındakı olan bu dəmir parçasını, əqrəbi bu dəmir parçasını birazcık fırladır. Yəni bu uzanır, uzananda bunu fırladır. Fırlanan zaman bu əqrəb dönür. Məsəl üçün əqrəb gəlir bu hala çatır deyək məsəl üçün. Bax bu şəkildə əqrəb olur. Nəyə əsaslandı? Metalların istidən genişlənməsinə əsaslandı. İkinci suala baxaq. Cəlilabadda qış aylarında günorta vaxtı havanın orta temperaturu 10 dərəcə Selsi, yay aylarında 30 dərəcə Selsidir. Birinci də nə deyir? Deməli deyir bu temperaturları Fahrenheitlə ifadə edin. Dedik ki, birinci Fahrenheit bərabərdir. Əslində T ayağında F olmalıdır, bərabərdir. 5'te 9 vurulsun dərəcə, üstə gəlinsin 32. Düsturumuz budur. İndi birinciyə baxaq. A-da deyir. 10 dərəcə idi, düzdür? Yazırıq. Fahrenheit bərabərdir. 5'te 9 vurulsun 10, çünki 10 dərəcə. Üzərinə gəlsin 32. Bərabərdir. 5 ilə 10 gedir, bu da qalır 2. 12 üzərinə gəlsin 32, bu da eləyər 50. Deməli, birinci oldu 50 Fahrenheit. İkinciyə baxdıqda bərabərdir. 5'te 9 vurulsun, indi 30 dərəcə. 30, üzərinə gəlinsin 32. Bunlar da gedir 6. 9 dəfə 6, 54, üzərinə gəlsin 32. Bu da eləyər 86 Fahrenheit. Bu A variantının cavabları. Keçək B variantına. B variantında deyir, Kelvinlə ifadə edin. Yəni bu 10 dərəcə ilə 30 dərəcəni Kelvinlə ifadə edin. Kelvində nə idi? Mütləq temperatur bərabərdir. Kiçik T üzərinə gəlinsin 273 düsturumuz. İndi B üçün yazaq. Birinci nə idi? 10 dərəcə. 10 üzərinə gəlinsin 273. Bu edir 283 Kelvin. İkinci temperaturda dedik 30 dərəcədir. Üzərinə gəlsin 273. Bu da bərabərdir 303 Kelvin. Üçüncü sual. Temperaturları 18 dərəcə olan birinci cisim və 62 dərəcə olan ikinci cisim olan iki cisim arasında istilik mübadiləsi nəticəsində bu cisimlərin daxili enerjiləri necə dəyişmişdir? İstilik mübadiləsi. İki cisimlərin bir-birinə istilik mübadiləsi. İstilik mübadiləsi nə idi? İki fərqli temperaturların uzun müddət eyni şəraitdə, eyni mühitdə qalmasıdır. Yəni bu istilik mübadiləsi nə zamana qədər davam edir? Temperaturlar bərabərləşənə qədər. Deməli 18 dərəcə ilə 62 dərəcə olan cisim temperaturları bərabərləşənə qədər istilik mübadiləsi baş verir. Və bu istilik mübadiləsi həmişə deyirik isti cisimdən soyuq cisimə ötürülür. Yəni burada ikinci cisimdən birinci cisimə istilik verir. Nə zamana qədər? Bərabərləşənə qədər. Birinci istilik verirsə, bunun istiliyi, yəni daxili enerjinin dəyişməsi azalar. İkinci isə daxili enerjinin dəyişməsi artar. Bərabərləşənə qədər bu davam edər. İndi sualları oxuyaq. Birinci cismin daxili enerjisi artar, doğru. İkinci cismin daxili enerjisi azalar, bu doğru. Cavabımız A variantıdır. Digərlərini oxuyaq. Bax, dəyişməz sözü ola bilməz. Dəyişməz var, ola bilməz. Dəyişməz ola bilməz, dəyişməz ola bilməz. Çünki əvvəldən bunların temperaturları eyni deyildi. Birinci cismin daxili enerjisi azalar, bu da ola bilməz. Dördüncü sual. Termoslar suları uzun müddət isti və soyuq saxlamaq üçün istifadə edilir. İsti su vakuum təbəqəsi ilə təcrid edilir və daxili səth işıq şüalarını əks etdirən parlaq metallarla örtülür. Bu quruluş istilik mübadiləsini minimuma endirir. A-da nə deyir? Termoslarda istifadə olunan vakuum təbəqəsinin istilik keçirməzliyinin fiziki prinsiplərini nələrdir? Oxuyaq.
Vakuumda maddə zərrəcikləri olmadığı üçün, bax bu arada termosun ara hissəsində boşluq var. Bax bunlar boşluqdur. Yəni burada deyir vakuumda maddə zərrəcikləri olmadığı üçün burada istilik keçirmə və konveksiya hadisələri baş vermir. Bu daxildəki mayenin istiliyi ətraf mühitdən təcrid edərək uzun müddət saxlamağa kömək edir. B-də nə deyir? Doğru yanlışlara baxırıq. İstilik keçirmə azdır. Çünki vakuum istilik keçirməsini demək olar ki, bloklar. Doğru. İstilik keçirmə azdır. Yəni buradakı suyun istiliyi ətraf mühitə az keçir. Onu deyir. Çünki niyə? Vakuumdakı burada boşluq var. İstilik keçirmə. Şüalanma azdır. Çünki parlaq səthlər işıq şüalarını əks etdirir. Bu da doğrudur. Bunun içərisindəki metal şüalanmasını yəni az edir. İşığı əks etdirir. Nə deyir sonra? Konveksiya azdır. Çünki vakuumda qaz və maye yoxdur. Bu da doğrudur. Çünki konveksiya nə idi? Maye və qaz axını vasitəsilə enerjinin ötürülməsidir. Vakuumda da qaz və maye yoxdur. İstilik keçirmə tamamilə yoxdur. Çünki vakuum istiliyi tamamilə təcrid edir. Bax, burada tamamilə sözü yanlışdır. Ümumiyyətcə tamamilə, bax, tamamilə, ümumilikdə, bütün hamısı sözləri əksərən səhv olur, əksərən. İstilik keçirmə tamamilə yoxdur. Tamamilə yox, çünki vakuumda istilik tamamilə dedik ki, ola bilməz. İstilik keçirmə ən azı bunun toxunan səthləri istilik az da olsa keçirir. Şüalanma tamamilə yoxdur, çünki parlaq səthlər bütün işıqları əks etdirir. Bütün yox, bir hissəsini udur, az hissəsini udur, əksərini keçirir. Yəni bütünü ola bilməz. Konveksiya çoxdur. Çünki qapaq hissəsində istilik mübadiləsi baş verir. Düzdür, qapaq hissəsində az da olsa istilik mübadiləsi burada baş verir. Maye və qaz axını ilə baş verir. Lakin çoxdur deyə bilmərik. Yalnızca qapaq hissəsində konveksiya baş verir deyə bu çoxdur sözü ola bilməz. Deməli, axırıncı da yanlış oldu. Keçək digərlərindən. Plastik su qabına isti su tökülür, sonra su boşaldılır. Daha sonra qapaq bağlanır və qabın üzərinə soyuq su axıdılır. Bu zaman plastik qab içərisinə doğru yığılmağa başlayır. Birincidə nə deyir bizə? Plastik qabın daxilində hansı dəyişiklik əzilərək yığılmasına səbəb olur? Oxuyaq. İsti su boşaldılıb, qapaq bağlandıqdan sonra içərisindəki isti hava soyuyur. Hava soyuduqda onun təzyiqi azalır. Çöldəki atmosfer təzyiqi daxili təzyiqdən böyük olduğu üçün qabı içəriyə doğru sıxmış olur. İkinci sualda nə deyir? Bizə ikinci sual şifahi edəcəm. Plastik şüşə butulka ilə əvəz edilərsə eyni nəticə almaq olarmı? Xeyr, eyni nəticəni almaq olmaz. Çünki plastikin materialı yumuşaq, amma butulkanın materialı isə bərkdir. Yəni o dərəcədə fərq, atmosfer təzyiqi o dərəcədə fərq olmur ki, o butulkanı sınmasına səbəb olsun. 6-cı sual Venn diaqramı. Birincidə oxuyaq. İstilik vermənin növüdür. Hər ikisi istilik vermənin növüdür. Digərini oxuyaq. O, toxunan cisimlərin molekullarının toqquşması və enerji mübadiləsi ilə həyata keçir. Molekullar bir-birinə toqquşursa, mütləq ki, bu istilik keçirmədir. İstilik keçirmədə iki cisim mütləq ki, bir-birinə toxunmalıdır. Bu istilik keçirmə. İstilik vermənin növüdür. O, ixtiyari cisim ətrafında yaranan həm mühitdə, həm də vakuumda. Vakuumda dedik ki, yeganə şüalanmadır. İstilik keçirmənin növüdür. O, çox qızmış cismin şüalanması, şüalanmanın yayılması və az qızmış cisim tərəfə udulması ilə həyata keçirir. Yəni, şüalanma dediyi adından da görünür. Bu da şüalanmaya aiddir. İstilik vermənin növüdür. O, toxunan cisimlərin və ya cisim hissəciklərin molekullarının toqquşması və enerji mübadiləsi ilə həyata keçirir. Nə dedik? Toqquşması dedik. Toxunan səthlər. Bu da gedir istilik keçirməyə. Cismin daxili enerjinin dəyişməsinə səbəb olur. Hər ikisinə aiddir. Deməli 2, 3, 5, 1, 4. Gələk 7-ci suala. İçərisində hava olan kolba, kapillyar boru keçirilmiş tıxacla qapanır. Kapillyar boru şəkildəki kimi suya salınır. Kolba qızdırdıqda suda hava qabarcıqları, bu gördüyümüz kimi hava qabarcıqları yaranır.
İndi nə deyir? A-da kolba qızdırılan zaman hava qabarcıqlarının yaranmasına səbəb nədir? Deməli, burada qızdırılır. Qızdırılan zaman buradakı havanın, ya bax, bu qabarcıqların yaranmasına səbəbi sorulur. Kolba qızdırıldıqda içəridəki hava genişlənir. Genişlənən zaman gəlir bu kapilyer boruya. Borular vasitəsilə su daxilinə gəlir və hava olduğuna görə qabarcıqlar şəklində orada yaranır. B-də nə deyir? Hava qabarcıqlarının yaranma sürəti nədən asılıdır? Verilən istilikdən, yəni buradakı temperaturdan asılıdır. Kolba nə qədər sürətlə qızarsa, hava o qədər sürətlə genişlənər və hava qabarcıqları daha tez-tez çıxmağa başlayar. 8-ci suala baxaq. Ölçüləri eyni olan şüşə və mis çubuq şəkildəki kimi ştativə bərk edilir. Çubuqları parafinlə aralarındakı məsafə eyni olmaqla mismarlara yapışdırılır. Çubuqların sərbəst ucu eyni zamanda qızdırıldıqda hansı çubuqdakı mismarlar daha tez düşəcək? Bunun səbəbi nədir? Yəni ştativə bərk edilib, bir tərəfi nə şüşə, bu tərəfinə şüşədir. Bu tərəf şüşədir, bu tərəf isə misdir. Eyni qızdırılır və burada mismarlar var. Hansı mismarlar daha tez düşər deyir. Əlbəttə ki, istiliyi hansı cisim istiliyi daha çox alırsa, həmin o istiliyi alan cisimdə istilik keçirmə nəticəsində parafini öz istiliyini keçirəcək, parafin əriyəcək və mismarlar düşəcək. Deməli, mis çubuqdakı mismarlar daha tez düşər. Səbəbinə baxaq. Mis metal olduğu üçün onun istilik keçirmə qabiliyyəti şüşədən çox yüksəkdir. İstilik mis çubuq boyunca daha sürətlə yayılır, parafin tez əriyir və mismarlar daha tez qopub düşər. Keçək digər. Deməli, istilik hadisəsində enerjinin saxlanma qanunu. İstilik miqdarı, xüsusi istilik tutumu. Oxuyaq birinci. Şəkil 1-də kütləsi 3,71 kiloqram olan bərk cismin temperaturunun ona verilən istilik miqdarından asılı qrafiki verilmişdir. A-da nə deyir? Bərk cismin xüsusi istilik tutumu nəyə bərabərdir? Xüsusi istilik tutumu dedik, kiçik C hərfi ilə işarə olunur. Nəyə deyilir? Q bərabərdir, yəni istilik miqdarı bərabərdir Cm delta T-yə. Bizdən nəyi soracaq? Xüsusi istilik tutumu. Yanındakılar məxrəcə düşür, yəni M delta T məxrəcə, bu adı, Q də sürətdə qalır. Baxıram Q-yə. Nə deyir bizə? Nə qədər? Bax, temperatur 600 Kelvindən 400 Kelvinə gəlib. Bu zaman baxıram 400 kilojoule enerji udmuşdur. Deməli, buraya yazıram 400 kilo nəticədir 10^3. Kütləmiz 3,71 vurulsun. Temperatur dəyişməsi, yadımızda saxlayaq ki, temperatur dəyişməsi dərəcə və Kelvin də bərabərdir. Kelvin deyir, 600-dən 400-ə neçə dərəcə? 200 dərəcə. Və yaxud da Kelvin, dəyişmə eynidir. Deməli, bunlarla bu gedər. Burada qalar 2. İxtisarlarımızı edək. Deməli, uşaqlar, düsturumuz necə idi? Q bərabərdir Cm delta T. Bizə nəyi soruşur? Temperatur dəyişməsini soruşur. Delta T bərabərdir. Q bölünsün Cm bərabərdir. Q-müzü neçə verib? 648 kilojoule. Bölünsün. C-mizi neçə dedik burada? Çuğundur. Çuğun dedik neçədir? 540.
vurulsun 12. Hesablamamızı aparaq. Burada eləyir uşaqlar. Bax, bununla bu gedəndə deməli 54. Düzmü dedim? 54 min eləyir də. 10 üstü 3. 1000, 1, 2, 3. Bu 3 ilə bu 3 sonra 2 dənə 0 qalır. Yəni cavabımız 100 Kelvin dəyişmişdir. Azər və Leyla metal blokun zaman keçdikcə temperaturunun necə dəyişdiyini araşdırırlar. Onlar blokun temperaturunu yüksəltmək üçün elektrik qızdırıcısından istifadə edirlər. Bu məqsədlə şagirdlər müəllimin köməyi ilə burğu vasitəsilə blokda 2 oyuq açdılar. Onlardan birinə qızdırıcı, digərinə isə termometr yerləşdirdilər. Şagirdlər metal blokun temperaturunu hər 60 saniyədən bir ölçdülər və nəticəni aşağıdakı kimi cədvələ qeyd etdilər. Deməli, hər 60 saniyədən bir ölçürlər, termometri deməli, bu blokun temperaturunu ölçürlər. Sualda nə deyir bizə? Cədvəldəki məlumata əsasən blok üçün temperatur zaman qrafikini qur. Baxaq, quraq. Deməli, nə dedik? 0 dərəcədə, 0-cı saniyədə 20-dir. 60-cı saniyədə 26,6. Baxaq. Bax, zaman 0 olanda bu göstərir 20-ni. Bax, burada. Uşaqlar, biz bunu, baxın, bunu 60, bunu 120, bunu 180, 60 zaman deyir, 60-60 artıraq. İkinci də deyir ki, 60 olanda 26,6, 26,6 təqribi bu hissəyə gəlir. Sonra nə deyir, belə görüm. 120 olanda 32, baxaq. Bu 60 dediksə, bax, bu 120-dir. 120-yə nə dedi? 32 gəldi, bax, bu nöqtəyə. Sonra baxıram. Bir digər tərəfdədir. Deməli, 180-də 36 gəlirəm. 183-cü 36 bura gəlir. Bax, bura. Sonra baxım. Deməli, 240-da 38 tam onda 6. 38 tam onda 6. 38 tam onda 6-da təqribi bax, bura gəlir uşaqlar. Nə gördük qrafikə baxırıq? Artır, amma xəttdə artmır. Baxın, get-gedə. Əvvəl daha çox artırdı, sonra daha az artır. İstiliyi daha az artır. İndi suala baxaq. Qrafikimizi qurduq. Absiz oxu boyunca miqyas seçib uyğun ədədləri yazın. Yazdıq. Deməli, 60, 120, 188, 180. Beləliklə artır. Nəticələri qrafikə köçür. Uşaqlar, bax, bunları, nöqtənöləri siz özünüz səliqəli, yəni dəftərinizdə qeyd edin. Birincidə neçə oldu? 60, 120, 188, 60, 60 artır. İkinciyə baxaq. Metal blokun kütləsi və xüsusi istilik tutumu verilib. 5 dəqiqə ərzində istilik miqdarının dəyişməsini hesablayın. Baxaq. Verilənlərə əsasən yazaq. Deməli, kütləni dedik, bizə nəyi soruşur? 5 dəqiqə ərzində istilik miqdarının dəyişməsini. İstilik miqdarı böyük Q hərfi ilə işarə olunur. Q bərabərdir Cm delta T-yə. Əvvəlcə nəyə baxırıq? 5 dəqiqədir. 5 dəqiqəni biz saniyə çevirəndə 5-i vuruq 60-a eləyir 300. Baxaq görək 300-cü saniyədə bunun temperaturu nə qədər olub? 40 dərəcə. Əvvəl nə qədər idi? 20 dərəcə. Onda delta T-miz nəyə bərabərdir? 40 çıxılsın 20 eləyir, yəni 20 dərəcə Celsius. İndi baxaq. Kiçik C-miz, yəni xüsusi istilik tutumuz 900. Vurulsun kütləmiz 1,6. Vurulsun temperatur dəyişməsində yerinə yazaram 20. Bərabərdir. Deməli, bu vergüllə bu 0 gedər. Nə qaldı? 900 vurulsun 32. Bunu da vuranda deməli edər 28800 joule və yaxud da 28,8 kilojoule. Keçək digər suala. Günəş radiatoru. Günəş radiatoru evdə istifadə olunan suyu qızdıra bilən ən sadə və ucuz qurğudur. Şəkil 4-də evin damında quraşdırılmış günəş radiatoru təsvir edilmişdir. A-da nə deyir? Suya verilən enerjini artırmaq üçün niyə günəş radiatoru qara rənglə boyanır? Çünki, uşaqlar,
Biz özümüz bilirik ki, bax yayda daha çox ağ rənglərə üstünlük verirlər, qışda qara rənglər, paltarlar baxımından deyirəm. Niyə qışda qara, yayda ağ geyinirik? Çünki ağ rənglər, açıq rənglər enerjini, işığı ötürür. Yəni özündə saxlamır. Enerjini udumur. Qara rənglər isə enerjini udur, istiliyi udur, özündə saxlayır. Qara rənglərin boyanmasına səbəb odur ki, daha çox enerji, istilik udsun. İndi baxaq. İstilik keçirməni artırmaq üçün, infraqırmızı şüallamanı daha çox udmaq üçün, bax budur cavabımız, B variantı. Səbəb odur ki, daha çox istiliyi udsun, daha çox temperaturu dəyişməsinə səbəb olsun. B-də nə deyir bizə? Verilən cümləni tamamlamaq üçün düzgün müddəanı dairəyə al. Günəş radiatoru böyük səthə malik olmalıdır ki, ona görə ki, günəş şüasını daha çox qaytarsın, əksinə udur deyirik. Günəş şüasını daha çox utsun, daha çox şüalandırsın. Bu cavabımız ikinci olar. Günəş şüasını daha çox udur ki, bunun içərisindəki su daha tez isinsin. B-də nə deyir bizə? Deməli, günəş radiatorlarının mis borularının 5 saniyə müddətində 0,19 kiloqram su keçir. Suyun temperaturu 20 dərəcədən 60 dərəcəyə qədər yüksəlir. Radiatoru bu 5 saniyə ərzində nə qədər enerji udar? Udar deyir, yəni istilik miqdarını soruşur. Q bərabərdir dedik nəyə? Cm delta T-yə. Bərabərdir. Sudan söhbət gedir. Suyun xüsusi istilik tutulumu 4200. Vurulsun kütləmiz 5 saniyədir. Elə bu da 5 saniyəni deyir. Ona görə kütləni elə buradakı kütlə yazaram. 0,19 vurulsun. Temperatur dəyişməsi 20-dən 60-a, yəni 40 dərəcə dəyişmişdir. Bərabərdir. Deməli uşaqlar, burada baxın 1, 2, 3 dənə sıfırı buna vursaq, bu eləyər 19. Yəni alırıq 42 vurulsun 19 vurulsun 4-ə. Bu da bərabərdir. Deməli eləyər 3192 joule enerjiyə bərabər olur. Keçək digər suallara. Şəkil 5-də, deməli uşaqlar, təsvir olunan diaqramda iki paytaxt şəhəri Bakı və Helsinki şəhərləri üçün il ərzində aylar üzrə günəşli günlərin saatların miqdarı, orta qiyməti təsvir olunmuşdur. Sonraki diaqramda isə həmin şəhərlərdə aylar üzrə günəşli günlərin diaqramı təsvir olunmuşdur. Yəni birincidə miqdarıdır, saatların miqdarı, neçə saat gün ərzində, neçə saat günəşli olur. Digərində isə aylar üzrə günəşin miqdarı. Biri gün ərzində, biri aylar üzrə. Baxaq uşaqlar, nə deyir birinizdə? Ətraflı şəkildə yazmışam. Axırıncıdır bu günlük. Bu şəhərin hansında günəş radiatorundan istifadə etmək əlverişlidir? Şəkil 5-ə əsasən Bakıda il boyu günəş saatlarının miqdarı əksər aylarda Helsinkidən daha yüksəkdir. Baxaq. Əksər aylarda daha yüksəkdir. Şəkil 5-ə əsasən. Saatların miqdarına bir dənə baxaq. Sarılar. Şəkil 6-ya əsasən Bakıda aylıq günəşli günlərin sayı Helsinkiyə nəzərdə çarpacaq dərəcədə yüksəkdir. Məsələn, yay aylarında Bakıda 28-29 gün günəşli olduğu halda Helsinkidə 14-16 günə bərabər olur. Baxın. Günəşli günlərdə 28-29 gün, amma Helsinkidə isə 16-14 günlər arasında istilik olur. Günəş radiatorları birbaşa günəş işığı ilə işlədiyi üçün Bakının iqlimi bu enerjidən daha səmərəlidir və davamlı istifadə etməyə imkan verir. Nə üçün? Günəş radiatorları işıq şüası ilə işləyir. Hansı ərazilərdə işıq şüası daha yüksəksə, o da orada istifadə etmək daha əlverişlidir. Günəş radiatorundan istifadənin iki faydası haqqında məlumat verə bilərsinizmi? Ekoloji təmizlik baxımında günəş enerjisindən istifadə zamanı atmosferə zərərli qazlar, məsəl üçün karbon qazı buraxılmır.
Bu da ətraf mühitin çirklənməsinin qarşısını alır. Bu ekoloji təmizlik. İqtisadiyyat cəhətdən günəş enerjisi sonsuz və pulsuz resursdur. Radiator quraşdırıldıqdan sonra elektrik və ya təbii qaz xərclərinin əhəmiyyətli dərəcədə azaldılaraq büdcəyə qənaət edilir. Bu da ikinci bir faydası. Bu qədər uşaqlar, hələlik.